İtkin düşdülər, 34 il sonra isə cəsədləri tapıldı. Gündəm xəbərin efirində 20 avqust tarixidir və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, 1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki Belçikalı alpinistin cəsədi 34 il sonra İtaliya ilə sərhəd yaxınlığında məhz buzlaqların əriməsi nəticəsində tapılıb və bu barədə Euronews məlumat verir. Yerli polislərin məlumatına əsasən məhz Valais kantonunda dəqiqləşdirilib ki, iyulun 26-sında bir turist tərəfindən aşkar edilən qalıqlar məhz onun şəxsiyyəti müəyyən olunduqdan sonra Məhkəmə Tibb İnstitutu tərəfindən təsdiqlənib və kime aid olunduğu bilinib və eyni zamanda DNT profillərinin birbaşa müqayisəsi rəsmi olaraq da təsdiqləyib ki, onlar 1992-ci ildə Vaysmis bölgəsində itkin düşən iki alpinistdir və 1992-ci ilin sentyabrın 4-də iki nəfər 4017 metr hündürlükdə olan Vaysmis zirvəsinə qalxmaq niyyəti ilə məhz sığınacaqdan çıxıb və onlar Almagey sığınacağına qədər çatıblar, lakin kəskin pisləşən hava şəraiti ilə əlaqədar alpinistlər öz məqsədlərinə çata bilməyiblər və sonraki aylarda keçirilən bir neçə axtarış əməliyyatı zamanı isə çanta tapılsa da alpinistlərin özlərini aşkar eləmək isə mümkün olmayıb. Məhz iqlim dəyişiklikləri, buzlaqların əriməsinin sürətlənməsi nəticəsində çəkilən buz kütlələri illər, hətta deyək ki 10 illər sonra məhz yenidən üzə çıxır həmin alpinistlərin qalıqları və qeyd eləyək ki, ötən ildə 1994-cü ildə itkin düşən İsveçrəli alpinistin qalıqları da Valais kantonunda məhz buzlaqların əriməsi nəticəsində tapılmışdı.